Salam uşaqlar, bugünkü mövzumuz aslı dəyişənlər və aslı olmayan dəyişənlər. Səhifə 27-28-29. Uşaqlar, bu formada mövzuların gəlməyinin davamını istəyirsinizsə, mövzunu bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq. Başlayaq mövzumuza. Uşaqlar, riyaziyyatda ümumiyyətlə bizdə bir neçə kəmiyyətimiz var. Çoxlu sayda. Məsələn, sürət bizim kəmiyyətimizdir, zaman kəmiyyətdir, kütlə kəmiyyətdir. Bir neçə kəmiyyətdə misal göstərmək olar. Uzunluğumuz və yaxud da sahə, perimetr, bunlar bizim kəmiyyətlərimizdir. Və uşaqlar, bu kəmiyyətləri ifadə eləmək üçün düsturlardan istifadə edirik. Məsələn, deyək ki, kvadratın perimetrini tapmaq üçün. Kvadratın perimetri P bərabərdir 4 tərəfin cəmi A plus A plus A plus A, yəni 4A formasında yazmışdıq, düzdürmü? Düz bucaqlının sahəsi S bərabərdir. Onun eni vurulsun uzunluğu AB. Və yaxud da gedilən yol S bərabərdir. Sürət vurulsun zaman, düzdürmü? Və uşaqlar, bu kəmiyyətləri tapmaq üçün bu kəmiyyətlər bunlardan asılı olaraq qiymət alır. Yəni, məsələn, perimetrdən deyirəm ki, perimetrim tərəfdən asılı olaraq qiymət alır deyirəm. Perimetrimi, tərəfimi mən nə versəm, tərəfimi istənilən qiymət verə bilərəm. A-nın yerinə 4 verə bilərəm, 5 verə bilərəm. Amma uşaqlar, 4-5-i verən kimi mən perimetrimi alıram da, düzdürmü? Məsələn, 4 verək. 4 vur, 4 elədim, 16. Hə, sırası qiymət alır. Bax, bundan asılı olaraq qiyməti dəyişir P-nin. Məsələn, 5 verəndə, bax, bunu istədiyim kimi A-nı sərbəst formada, istədiyim kimi asılı olmayan kəmiyyətdir bu. İstədiyim kimi dəyişə bilərəm. A-nın yerinə 3 verərəm. 4 vur 3. 12. Bu avtomatik P-miz isə avtomatik özü alınır. Yəni, bundan A-dan asılı olaraq cavab alır. Ona görə uşaqlar, bax, bunun yerinə mən demirəm ki, bax, A-nın yerinə deyirəm 5. 5 verəndə neçədir? P-miz 20. Düzdürmü? Demirəm ki, özümdən P 25 olsun. Bu söz demirəm. P A-dan aslı kəmiyyətdir. Tərəfdən aslı kəmiyyətdir P-yə. Onu da P-yə deyəcəyik aslı dəyişən. A-ya deyəcəyik aslı olmayan dəyişən, yəni sərbəst dəyişən. Sərbəst deyirlər, aslı olmayan da deyirlər. Fərq eləməz. Yəni, istədiyin cür qiymət verə bilərsən. Deyərsən ki, müəllimə, kvadratın tərəfi 20 olsun. Olsun. İstədiyin kimi dəyiş, aslı olmayan. Amma uşaqlar, bu P-miz 20 verəndə sən 4 vurursun 20. Sən özündən deyə bilmərsən, A-nı da 100 verin. 4 vur 20 deyəcəm, bala 80-i alınıraq. A-nı mən hara 100 verim? Mümkündürmü? Xeyr. P A-dan aslıdır. Aslı kəmiyyətdir, aslı dəyişəndir. Aydındır uşaqlar. Məsələn, deyirəm ki, mağazində, həmçinin bu birisilərdə də uşaqlar, mən eni uzunluğu artırsam və yaxud da azarsam, bunun qiyməti dəyişəcək. Yəni, sahəsi bunlardan asılı olaraq, A-la B-dən asılı olaraq qiymət alır. Və yaxud da ki, gedilən yolunuz sürətlə, zamanla asılı olaraq qiymət alır. Yəni, gedilən yolu təyin eləmirəm. Deyirəm ki, 3 saata 20 kilometr bölünsün saat sürətlə. 3 vurursun 20, 60. Deməli, deyirəm 60 kilometr yol getmişik. Yəni, bunlardan asılı olaraq qiymət alır. Məsələn, belə bir sual deyirəm. Deyirəm ki, mağazində köynəyin qiyməti 10 manatdır. Bir köynəyi alsam, nə qədər pul verirəm? Bir köynək üçün 10 manat. Deyirəm 2 köynək alım. 2-dən 10 eləyəcək mi? 2 vurulsun 10. 2 vur 10. 20 manat. 3 köynək üçün 3 vur 10 eləyəcək mi? 3 dənə 10, 10, 10. 3 vur 10. 4 köynək üçün 4 vur 10 eləyəcək mi? 4 dənə 10. Uşaqlar, deyirəm mağazada bir gündə X dənə köynək satılır. Y dənə, yəni sabit bir ədəd deyil də. Bu gün 5 dənə köynək satmışamsa, sabah ola bilər ki, 100 dənə sataram, düzdürmü köynəyi? Yəni sabit deyil. İstədiyin sayda sata bilərsən. Deyirəm ki,
Bəs x dənə satılsa köynəyim nə qədər pul əldə olunur? Onda x vurulsun 10 manat olacaqmı? Eyni qaydanla davam edəcək. Yəni əldə elədiyimiz məbləği y-dən işarə edirəm. Bərabərdir. Ümumilikdə məbləğimiz 10 vurulsun x olacaqmı? Problem yoxdur uşaqlar. Bu formada uşaqlar ifadəmizi qura bilirik. İndi keçirəm ardına. Deyirəm ki, x-imiz nədir uşaqlar? Sərbəst dəyişən, asılı olmayan. Səbəb niyə? Deyə bu gün 3 dənə satıldı. Bu gün 5 dənə satıldı. 10 dənə satıldı. 100 dənə satıldı. Yəni sərbəst formada istənilən şey deyə bilərəm. Deyərəm, hə, sizdən soruşam, bəs nə qədər pul gəldi? Deyəcəksiniz ki, müəllimə, demədiniz 3 dənə satıldı. 10 vur 3, 10 vurulsun 3. Deyəcəksiniz ki, 30 manat pul əldə eləmişsiniz. Düzdürmü uşaqlar? Yəni 30'u siz özünüzdən deyirsinizmi? Xeyr, qiymət hesablayırsınız. X-dan asılı olaraq bir qiymət tapırsınız. Düzdürmü? Ona görə olacaq bizim y-imiz aslı kəmiyyət. X amma sərbəst, aslı olmayan, istədiyiniz qiymət ala bilər. Ümumiyyətlə uşaqlar, riyazi ifadədə çox vaxt, həmişə deyə bilmərəm, çox vaxt sağ tərəfdəki ifadələrdə dəyişənlər sərbəst, yəni aslı olmayan dəyişən olur. Sol tərəfdəkiləri isə aslı dəyişən olur. Gəlin indi misallar üzərindən baxaq. Misal üzərindən izahımın davamını verim. Görək nə verilir. Bir dənə baxaq uşaqlar mövzuya. Aha, səhv 27-ni izah elədim. Səhv 28-də birinci sual. Deyir ki, tapşırığı yerinə yetirin. Nümunə də verib hətta bizə. A variantını oxuyuram. Deyir ki, hər qutuda 12 karandaş var. Qutuların sayını n, karandaşların ümumi sayını isə m ilə ifadə edin. M dəyişəninin n-dən asılılıq düsturu ilə ifadə edin. Uşaqlar, mənə nə deyir? Hər qutuda 12 dənə karandaş var. 12 dənə burada, 12 dənə burada, nöqtə, 12 dənə burada. Deyirəm, neçə dənə qutum var? Cəmi neçə dənə qutum var? Cəmi qutuların sayı n dənə. Deyirəm ki, uşaqlar, bir qutuda neçə karandaş oldu? 12. Düzdürmü? 2 qutuda neçə karandaş olur? 2 dənə 12. 3 qutuda neçə dənə karandaş olur? 3 dənə 12. 4 qutuda neçə karandaş olur? 4 dənə 12. Onda uşaqlar n qutuda neçə karandaş olur? N dənə 12 eləyirmi? N vur 12. Düzdürmü? Və yaxud da ki 12. 12 qabağa atsın. Düzdür uşaqlar? Deməli, ümumi karandaşların sayı neçədən olur? 12. Və uşaqlar, bu da bərabərdir nəyə? Ümumi karandaşların sayını isə deyir, m ilə ifadə elə. Onda bizim ifadəmiz olacaq. Ümumi karandaşların sayı bərabərdir. 12 vurulsun qutuların sayı. M bərabərdir. 12 vurulsun n formasında təyin olunacaq. N burada sərbəst dəyişən, aslı olmayan. M burada aslı dəyişən. Keçirəm, n bərabərdir 2, 3, 5 olduqda m-in qiymətini tap. N-in yerinə qoyursunuz 2, 3, 5. Yazıram, m bərabərdir 12, vurulsun, birinci 2. 12 vurulsun 2 neçə edir? 24. Demək, m-in qiyməti 24. M bərabərdir 12, vurulsun, 3 qoyuram. 12 vurulsun neçə edir? 36. 5-i də özünüz qoyub yoxlayırsınız. Aydındır uşaqlar? Bu formada təyin olunur. Keçək, bir dənə də bəndi yazıram. Burada sizə verilir 1, 2, 3, 4, 5. 3 də bəndi mən yazacağım. 2 də bəndi siz.
verilib bizə. Məsələn, C variantını yazıram. Rombun tərəfi A santimetr, perimetri isə P santimetrdir. P dəyişənin A-dan asılılıq düsturu ilə ifadə edin. Aha, uşaqlar, romb nə idi? Bütün tərəfləri bərabər olan paralelogramımız, düzdürmü? Yəni, burada A idi, burada A idi, burada A idi, burada A idi. Deməli, P bərabərdir, nə olur? A plus A plus A plus A, yəni 4A. Düzdürmü? Siz mənə deyin görün, burada asılı dəyişən hansıdır? P. Asılı olmayan hansıdır? A. A sərbəstdir, istədiyin qiyməti verə bilərsən. Keçirəm ardına, A bərabərdir 4 olduqda. P bərabərdir 4, fırlasın A-nın yerinə 4. 4 vur 4, 16. P bərabərdir. A bərabərdir 7 olduqda 4, fırlasın 7. O da bərabərdir 28. Növbəti 10 olduqda özünüz hesablayın, görün neçə eləyir. Keçirəm Y variantına. Y variantında nədir? Avtomobil 70 km/saat sürətlə hərəkət edir. T zaman ərzində gedirən yol X ilə işarə edin. X dəyişənini T ilə ifadə edin. Aha. Gedirən yol S bərabər idi nəyə? V vurulsun T'yə, düzdürmü? Deyir, gedirən yol X-dir. X bərabərdir. Hansı sürətlə gedir? 70. 70 vur T yaza bilərəmmi? Yox. İfadəm bu. T aslı olmayan, X aslı dəyişənimiz olur. İndi deyir ki, T'nin yerinə qiymət qoydu. T bərabərdir 2 olduqda. X bərabərdir 70 vurulsun 2. O da bərabərdir 140. Sonra neçə qoy deyir? 3 qoy. 70 vur 3, 210. 5 qoy. 70 vur 5, 350 kilometr yazıb qurtarırsınız. Aydındır uşaqlar. İkinci suala baxırıq. İkinci sualda deyir ki, verilmiş asılığa əsasən X-in qiymətinə uyğun Y-in qiymətini tapın və cədvəli tamamlayın. Aha, əl. Burada bir dənə cədvəli mən yazıram. 2 cədvəli uşaqlar siz özünüz yazın. Hamısını mən yazmayacağım. Birini mən yazacağım. A variantını yazın. Uşaqlar, bu formada verilmə cədvəl üsulu adlanır. Baxın, sizinlə müxtəlif üsullarla keçəcəyik. Qrafik üsulla da verilmə keçəcəyik funksiyanın. Bax, bunlar funksiyalarımızdır. Qrafiklə də keçəcəyik, cədvəllə də keçəcəyik, düsturla da keçəcəyik. Bax, bu formada y bərabərdir 2x formasında verilibsə, bu bizim y bərabərdir 2x düsturumuzdur. Bax, bu formada verilmə cədvəl. Növbəti dərsimizdə də qrafik forma haqqında danışacağım. Deyir ki, x bərabərdir 1 olduqda. Yerinə yazıram. Deyirəm 2 vur 1. Neçə edir? 2. X bərabərdir 2 olduqda. 2 vur 2. Neçə edir? 4. Yerinə qoydu bir sözlə. X bərabərdir 3 olduqda. 2 vur 3. 6. Hə, x verilməyib, y verilib. Deməli, 8 almışam. 2-ni nəyə vuram da 8 edir? 4-ə qurtardı. İndi bu birisində 5 verilib. 2 vur 5 neçə edir? 10. Qurtardı. Bu formada deyir ki, cədvəli tamamla. Başqa bir şey demir. Qalan 2 bəndin özün. Üçüncü sualda. Üçüncü sualda deyir ki, asılılığı düstur ilə ifadə elə. Düsturu çıxart deyir. Nə verilib? Sizə verilib. Y bərabərdir, düstur verilməyib. Düzdürmü? Sual.
1, 2, 3, 4, 5 verilib. 2, 2, 3, 4, 5. Aha. Baxın uşaqlar, düsturu özüm çıxartmağa çalışacağım. Deyirəm ki, 1 verəndə 2 almışam. X-in yerinə 1 verəndə 2 almışam. Fikirləşin, istənilən düsturu yaza bilərsiniz. Deyirəm ki, hə, 1-i necə mən 2-yə çevirə bilərəm? 1-i vuranda 2-yə. Deyirəm, hə, bəlkə X vurulsun 2-dir düstur. İkinci üçün də yoxlayıram, görüm ödəyir. 2 qoyuram yenə. 2 vur 2, 4 edir. Yox. Səhv demişəm. Deməli, səhv. Deyirəm, başqa necə ala bilərəm 2-ni bu 1-dən? 1-in üzərinə 1 əlavə edib, düzdürmü? Gəl, bütün hamısı üçün yazıram. 1-in üzərinə 1 əlavə edib 2 almaq olar. 2-in üzərinə 1 əlavə edib 3 almaq olar. 3-ün üzərinə 1 əlavə edib 4 almaq olar. 4-ün üzərinə 1 əlavə edib 5 almaq olar. Deməli, X-ımızın, bunlar mənim X-imin qiymətləri idi. Düzdürmü? X-in üzərinə 1 əlavə edib Y-i verib deyə bilərəm. Qurtardı uşaqlar. 5-in üzərinə 1 əlavə edib 6 olub, qurtardı. Məsələn, X-in 100 qiymətində 100 plus 1, 101. Qurtardı. Bu formada təyin edirik. B variantı 1 alanda 4 eləyib. Baxın, B variantında deyirəm. Üçüncü bəndə özünüz yazacaqsınız. Bir qoyanda 4 eləyib. 1-dən 4-ü necə almaq olar? 4-ə vurmaq və yaxud da üzərinə düşürmək, düzdürmü? 2-dən 8-i necə almaq olar? 4-ə vurmaqla. 3-dən 12-i necə almaq olar? 4-ə vurmaqla. Deməli, 4-dən 16-nı 4-ə vurub, 4-ə vurub, 4-ə vurub, 4-ə vurub. Deməli, hər biri X-i 4-ə vurub deyə bilərəmmi? X vur 4. 5-i 4-ə vuranda neçə eləyir? 20. Qurtardı. Y-in hansı qiymətində ödəyəcək? 20 qiymətində ödəyəcək. Qurtardı. Növbəti. C variantını özünüz fikirləşin. Görün necə işləmək olar. 4-cü sualda. Nə deyir? Düzbucaqlığın uzunluğu enindən 2 dəfə uzundur. Onun perimetri P santimetr, eni B'dir. Aha, nə deyir sizə? 4-cü sualda. Dörddə deyir ki, düzbucağının uzunluğu enindən 2 dəfə uzundur. Onda uşaqlar uzunluğu enindən uzundur. Eni A-dırsa və yaxud da X-dırsa, A-dırsa uzunluğu 2 dəfə uzun 2A-dır demək olarmı? Deyir ki, P dəyişənini B ilə ifadə edin. Eni B verilib uşaqlar. Gəl B ilə yazın. B-dirsə uzunluğu 2 dəfə uzun 2B-dir demək olarmı? Onda P bərabərdir. Demişdik düzbucağlığın sahəsini tapırıq. Perimetrini. B, B, 2B, 2B. Tərəfləri cəmləsəm, elədi 6B, B plus 2B, 3B, 4B, 6B. Hə, sizə deyir ki, düsturuna yaz. Yazdım 6B. Deyir ki, cədvəl dəftərinizi tamamlayın. Şu qurtardı. Verilib 6B. Onda, bax, B-nin yerinə cədvəldə verilib 3. Yazacağım 6 vurulsun 3, 18, perimetri 18 yazacağım. 5 verilib 6 vurulsun 5, 30. Yəni bir sözlə B-nin yerinə 3, 5, 6, 9 qoyub işləyirsiniz. Aydın uşaqlar. Keçirik növbəti suala, 5-ci suala.
5-ci sualda bizə nə deyir? 5-də deyir ki, hesablama maşınının girişinə daxil olan x ədədi üzərində müəyyən əməllər icra edilərək çıxışda y ədədi alınır. Müəyyən əməllər icra edilərək nə deməkdir? Yəni, x-in üzərinə 5 gəlinir, vurulub 5-ə, çıxılıb 15, nə ayrıbsa da, yəni müəyyən əməllər yerinə yetirilib, toplanılıb, çıxılıb, nəyəsə vurulub bir sözlə və yaxud da bölünüb nəyəsə, bilmirəm. Və deyir ki, çıxanda y alınıb, yəni ümumilikdə axırda y əldə olunub. Cədvəldə verilənlərə görə qanun uyğunluğu müəyyən edin və uzunluğu uyğun düstura yazın və cədvəli tamamlayın. Deyir ki, x 1 verəndə 3 almışam, düzdürmü? Bir yaxşı sual. 3-dən eyni sualdır. Fərqli bir sual deyil. 3-də hətta 3-dən cədvəl verilib. Burada sadəcə 1-dən cədvəl verilib. Üfüq istiqamətində verilib. Nə deyir? Bax, bunu mən şaqili seçəcəm ki, daha yaxşı görüm. Deyirəm, 1 verəndə neçə almışam y? 3. 2 verəndə neçə almışam? 5. 3 verəndə neçə almışam? 7. 4 verəndə neçə almışam? 9. 5 verəndə, 6 verəndə hələm qiymət almamışam. Fikirləşsəz 1-dən 3-ü necə almaq olar? 3-ə vurmaqla, düzdürmü? Deyək, 1-i vurdum 3-ə. Aldım 3. 2-ni vuranda 3-ə. Eyni qan. Bax, burada 3-ə vurmuşsansa, burada da hamısını da 3-ə vurma. 2-ni vuranda 3-ə. 6 edir. Deməli 3-ə vurmaq səhv imiş. Səhv demişəm uşaqlar. Sil. Sil, bu addım səhv. Başqa necə işləmək olar? 1-dən necə 3-ə almaq olar? Üzərinə 2 gəl. Uşaqlar, bunu mən əzbər bilməmək, sırayla tapmağımda məqsəd sizin özünüzün başa düşməkdir. Yoxsa bunun cavabı mən yaxşı bilirəm. Demək kimi olmasın. İndi 3-ü başqa necə ala bilərsən? Üzərinə 2 gəl. Nə istəyirsən, tətbiq elə də özün üçün. Üzərinə 2 gəldim. Burada baxıram. Burada da üzərinə 2 gəlməliyəm. 2 gələndə neçə elədi? 4. 5 istəyirdim. Yenə də səhv aldım. Deməli, yenə də səhv. Başqa, uşaqlar, nə istəyirsən? Vır, böl, topla, çıx. Sadəcə hamısında eyni qanuna uyğunluqla doğru cavabı tap. Qayda budur. Deyirəm, başqa necə eləmək olar uşaqlar? Mən 1-i 2-yə vurub, üzərinə 1 gəlsəm 3 alınır, düzdürmü? Deyirəm ki, bunu vursam 2-yə, üzərinə 1 gəlsəm. Bunu vursam 2-yə, üzərinə 1 gəlsəm. Bax, buradan o tərəfəsi eyni. Beş edir həqiqətən də. 3-ü vuranda 2-yə, üzərinə 1 gələndə 7 edir. 4-ü vuranda 2-yə, üzərinə 1 gələndə 9 edir. İstədiyimiz hər birində eyni qanuna uyğunluğu tətbiq elədik və doğru cavab aldıq. Deməli, düstur nədir? X, y bərabərdir. X vurulsun 2, 2-yə vur və üzərinə 1 gəl. Deməli, 5-i vuranda 2, 10, üzərinə 1 gələndə 11, 6-nı vuranda 2-yə, 12, üzərinə 1 gələndə 13. Bax, fikirləş də, bax, 3-dən 1-i çıxanda nə edir? 2, 1 çıxanda 4, 1 çıxanda 6. Yəni, bunun 2 qatı edirmi? Deməli, 2-yə vurub üzərinə 1 əlavə eləyəndə bunu verəcək. Aydın uşaqlar, sizə deyir, qanun uyğunluğu tap və boşluğu tamamla. Qurtardı. Bu formada tapırıq. Keçirik növbətə. 6-cı suala. 6-cı sualda bizə nə deyir? Deyir ki, işçi hər iş saatına görə 6 manat əmək haqqı alır. İş saatlarının sayı x ilə, əmək haqqını isə y ilə işarə etməklə əmək haqqının hansı düsturda yazmaq olar, hesablamaq olar. Uşaqlar, hər saata görə nə qədər pul alıram deyirəm? 8 manat. 1 saata görə 8 manat.
2 saata görə 2-dən 8 manat veriləcəkmi mənə? 3-cü saata görə 3-dən 8 manat veriləcəkmi mənə? Deyirəm ki, saatı nə ilə işarə elədirdi uşaqlar? Saatların sayını x. Deyirəm ki, x saata görə mənə nə qədər pul verəcək? X dənə 8 manat veriləcəkmi? Deməli, bizdə əmək haqqım, bax, əmək haqqındır, y-dən işarə edir. Y bərabərdir 8 vurulsun x eləyəcəkmi? Düsturla yaz dedi. Qurtardı. Və deyir ki, 7 saat işləyən işçi nə qədər əmək haqqı alar? Yerinə qoyuram. 8 vurulsun 7, 56 manat əmək haqqı alacaq. Sonra ardında nə deyir bizə? İşçi neçə saat işləsə 96 manat alar. Yəni y-im 96 eləyər. Deyirəm, 96 bərabərdir 8 vurulsun x. Buradan x bərabərdir. Hər tərəfi 8-ə bölsəm 12 eləyəcəkmi? Deməli, yazıq işçi 12 saat işləsə 96 manat əldə edəcək. Qurtardım. Ümid edirəm ki, uşaqlar yaxşı başa düşürük. 7-ci sual. Bir dənə sualım qaldı, o da 7. Növbəti dərsimizdə qrafik haqqında danışacağım uşaqlar. Bu dərsdə danışmayacağım. Nə dedik? 7. Deyir ki, çəndə 2000 litr su var. Deyir ki, ağacları sulamağa hər dəqiqədə 5 litr sərf edilir. T dəqiqədən sonra çəndə qalan suyun miqdarı y ilə işarə edilsə, çəndə nə qədər su qaldığını hansı düsturla hesablamaq olar? Birinci özünüz tapın görün, hansı düsturla hesablamaq olar? Sonra mənim dediyimi qulaq asın. Bax, bir dəfə də oxuyuram. Nə qədər su var? 2000 litr. Və deyir ki, hər dəqiqədə 5 litr. Yəni, birinci dəqiqədə 5 litr çıxılır. İkinci dəqiqədə 2 dənə 5 çıxılır. Düzdürmü? İkinci dəqiqəyə keçiddə 2 dənə 5 çıxılır. Üçüncü dəqiqədə 3 dənə 5 çıxılır. Dördüncü dəqiqədə 4 dənə 5 çıxılır. Yəni uşaqlar, T dəqiqədən sonra burada deyir. T-ci dəqiqədə nöqtə. T dənə 5 çıxılır deyə bilərəmmi? Yəni, deyir ki, sizdə nə qədər su qalır? 2000 litrdən çıxılır. T-ci dəqiqədə, T dəqiqə ərzində nə qədər çıxıldı? 5 vurulsun T qədər. Qurtardı. 5T. Yəni, ikinci bənd. Doğru olur. Qalanları yanlışdır. Qalanlarının heç aidiyyəti yoxdur. Aydındır uşaqlar. Aydındır səhərli uşaqlar. Bəyənməyi və abunə olmağı unutmayaq. Şərh yazmağı da unutmayaq. Sağ olun, növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.